Bugün sizlərlə illər əvvəl hazırladığım çox ləzzətli, dadlı, YouTube-da izlənmə rekordları qıran paxlava reseptini bölüşəcəm. Qabın içərisinə 1 stəkan ilıq su əlavə edirik. Yarım çay qaşığı quru maya əlavə edirik. 150 qram ərinmiş yağ əlavə edirik. 1 çimdik duz əlavə edirik. 3 ədəd yumurtanın birinin sarısını kənara ayırıb digərlərini qarışıma əlavə edirik. Unu az-az əlavə edərək yumşaq xəmir yoğururuq. Yoğurduğumuz xəmiri 1 saat kimi dinləndiririk. Xəmir dinlənənə kimi şərbəti hazırlayırıq. 2 stəkan yarım şəkər tozunu qabın içərisinə əlavə edirik. Üzərinə 1 stəkan su əlavə edib, ocağın üzərində vamodda qaynadırıq. 1 çimdik duz əlavə edib ocaqdan götürürük. Dinlənən xəmirimizi dəzgahın üzərinə qoyub 12 ədəd kündə hazırlayırıq. Kündələrdən ikisini digərlərinə nisbətən böyük hazırlayırıq. Biri alt hissəsidir, biri də ən üst hissəsi. Hazırladığımız kündələri bir-bir yayırıq. İlk öncə böyüyündən başlayırıq, alt list üçün. Listin içərisini yağlayıb, yaydığımız yuxanın içərisinə qoyuruq və onu da yağlayırıq. Hazırladığımız içliyi aralarına səpirik. Hər bir qatı həm yağlayırıq, həm də içlik səpirik. Sonuncu qatı da üzərinə qoyub kənarlarını səliqəyə salırıq. Qeyd edim ki, içliyin reseptini videonun alt bölməsinə qeyd edəcəm. Bu şəkildə ulduz formasında doğrayırıq. Üzərinə yumurta sarısı çəkib qozları düzürük və öncədən qızdırılmış 170-180 dərəcədə bişiririk. Bişdikdən sonra şərbətini üzərinə tökürük. Qeyd edim ki, şərbət ilıq, paxlava qaynar olmalıdır ki, xəmirləşməsin. Və inanın mənə o qədər ləzzətlidir ki, mütləq hazırlayın. Nuş olsun.